yüksək yerlərdə görmək istəyirəm, həqiqətən və buna inanıram və hər birinizə bir sizinlə arzu edirəm. Arzu edirəm ki, sizin istəklərinizlə imkanlarınız üst-üstə dursun. Yəni, o qədər imkana sahib olasınız, ürəyinizdə olan bütün arzuların hamısını həyata keçirəcəklər. Yadıma düşür qələm tutduğum anlar, 7 yaşım vardı həmin zamanlar. İndi 11-ci sinfi bitirirəm, gözümün önünə gəlir bütün olanlar. Səhər durub məktəbə tez gələrdim, böyük əvəzlə müəllimi gözləyərdim. Dərsi kim öyrənibdir soruşanda, qaldırıb əl birinci mən deyərdim. Dərsi kim öyrənibdir soruşanda, qaldırıb əl birinci mən deyərdim. Əlvida, əlvida məktəb illəri, görəndə kövrələcəm şəkilləri, yaşayır. Белый снег сияет цветом, черные глаза. Осень повернется летом, черные глаза. Околдован я тобою, черные глаза. Ослепили меня глазки, черные глаза. Черные глаза. Вспоминаю, умираю, черные глаза. Я только о тебе мечтаю, черные глаза. Самые прекрасные черные глаза. Черные глаза. Черные глаза. Heart beats fast, colors and promises. Bəzən şirin yuxularda dönüb şalta kiçik qıza, sevinclə yürürəm doğma məktəb yolları. Yadigar olarak kalsın. Ama bu ürək, mən inanıram ki, eyni ürəyi siz də mənə bəsləyirsiniz. Bu ürəkdə, böyük ürəkdə sizin hamısının ürəkdə, o da məndə yadigar qalacaq. Hələ qızlara ayrı mənim sürprizim var, qızlara. Məlahət müəllimə, mən qızlara söz vermişdim sentyabrın əvvəlində. Özləri bilirlər. Bir vaxt sənin sözlərinə gizli-gizli gülərdik biz, deyəndə ki, vaxt gələcək bu günləri alacaq. Əziz müəllimim, dediklərin doğruymuş sətir-sətir. Nə olar sən o günləri bir canlı geri getir. Əziz Hər şeyi sizə təşəkkür edirəm. Mənim arxamda olduğunuza görə, mənə dəstək olduğunuza görə, müəyyən lazım gələn müəllimləri hörmət etdiyinizə görə sizin hər birinizə təşəkkür edirəm. Hər birinizi 38 nömrəli məktəbdə son zəng tədbirində xoş gördük. Məncə bir gürültülü alqışlayaq. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik.
Allah rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Məzunlarımız gəlir. 11 C sinifi, sinif rəhbəri Ülfət xan Kişi gürültü almışlar məzunlarımızı. B sinifi, sinif rəhbəri Solmaz Güləliyeva. Alkışlarınızla. Gürültü almışlar məzunlarımızı. Gürültünü alkışlayırıq. Bəli, məktəb illəri həmin mahnının sədaları altında məzunlarımız gəlir. Bir-birindən gözəl balalarımız məncə alqışı onlar qazanırlar. Bu gün onların günüdür. Ümumilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmişdir. Müəllim haqqında xoş sözlər söyləmiş, o öz müəllimlərini minnətdarlıqla xatırlayaraq, onların xidmətləri haqqında ürək dolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə hər zaman müəllimə hörmət və ehtiramla yanaşmışdı. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə, səbirlə öyrətmiş və hər zaman da öyrədir. Deməli, Heydər Əliyev kimi böyük bir şəxsiyyətin dağlar qədər uca zirvələrə qalxması da müəllim əməyinin nəticəsidir. Hər bir sənət sahibinin seçdiyi sənətə yerlənməsində də birinci rolu müəllim oynayır. Elə şeirdə də dediyi kimi, ey hörmətli müəllim, hər könüldə yerim var, hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağacların gülü çiçeği solmaz, dünyada sizin kimi barlı bağban tapılmaz. Bir gürültü var istiyor müəllimlərimizi və bu məqamda mən 38 nömrəli məktəbimizin direktoru. Qısa zamanda məktəbimizə gəlməyinə baxmayaraq, amma çox böyük işlər görmüş və şagirdlərimizin ürəyində sevgini qazanmış
İradə xanım İmambeylini direktorumuza alkışlarsa səhnəyə dəvət edirik. Gürültülü alkışlayırıq. Hörmətli tədbir iştirakçıları, ilk növbədə hamınızı salamlayıram. İlk öncə çıxışıma başlamadan öncə bildiyiniz kimi məktəbimiz biz bir milli qəhrəman adı daşıyır. Milli qəhrəman Aytəkin Məmmədov adı daşıyır. Biz bu adı hər zaman qürurla daşıyırıq və bununla yanaşı məktəbimizin 8 şəhid məzunu var. Bugün həmin məzunlardan ən sonuncusu 44 günlük vətən müharibəsinin qəhrəmanı şəhid Elvin Salahovun valideynləri Vəfa xanım, Sabir müəllim bizimlə birlikdədir. Tədbir başlamadan öncə ilk istəyirəm ki, onları ürəkdən alqışlayasınız. Onların məğrurluğu qarşısında baş əyirəm. Və məhz məktəbimizin hər zaman vətənpərvər ruhda davam eləməsini arzulayıram. Üzümü kollektivimizə, müəllimlərimə, valideynlərimizə, şagirdlərimizə tutub demək istəyirəm ki, 2025-2026-cı tədris ilini geridə qoyduq. Yorulmaz, məhsuldar bir tədris ili keçirdik. Əməyinizə görə, zəhmətinizə görə, bizimlə əməkdaşlıq edən bütün valideynlərin məsuliyyətinə görə hər birinizə ürəkdən təşəkkür edirəm. 2026-2027-ci tədris ilində uğurlarımız bol, yolumuz açıq, fəaliyyətimiz daha zəngin olmasını diləyirəm. Üzümü məzunlarıma tutmaq istəyirəm. Əziz məzunlar, sözün həqiqi mənasında sizi çox qısa bir müddətdə tanıdım. Amma həqiqətən də qəlbimdə çox fərqli bir yerdə dayanacaqsınız. Siz ilk öncə demək istəyirəm ki, mənim 38-dəki fəaliyyətimin ilk məzunlarısınız. Hələ xatirəmin ən gözəl tərəfində məhz belə dayanacaqsınız. Bugün bir-birinizdən gözəl görsənirsiniz. Bugünə kimi sizinlə əməyi olan ibtidai sinif müəllimlərinizə, sinif rəhbərlərinizə, məktəbin inzibati heyətinə, texniki heyətinə hər birinə dərin təşəkkürümü bildirirəm. Məktəb illəri elə bir kövrək notlardır ki, uzun illər keçəcək, bugün hətta hiss etmədiyiniz şəkildə belə darıxacaqsınız. Bir şeirdə deyildiyi kimi, nə xoşbəxt demişəm bir zaman Allah, xəbərim olmayıb bu saadətdən. Nə xoşbəxt demişəm, nə xoşbəxt, bugün anlamışam bunu həsrətdən. Dünya başdan başa saadət imiş. Mənsə bu dünyanın qoynundaymışam. Dünya fırlanırmış sevinç gücüyle, bəs indi nə oldu belə dayanmış? Həqiqətən dünyanın başdan başa saadət olduğu, sevinç gücüyle fırlandığı, məhz o illəri, uşaqlıq illərini siz geridə qoydunuz. Bundan sonraki həyatınız enişli, yoxuşlu ola bilər. Məhz o enişli, yoxuşlu yollarda heç zaman büdrəməməyinizi arzuluyuram. O yollarda hər zaman iti addımlarla addımlamağınızı arzuluyuram. Bütün uğurunuzla, bütün çətinliyinizlə burada bir ailənizin olduğunu unutmamağınızı arzuluyuram. Nə qədər kövrək olsa da, hər sonun yeni bir başlanğıcları var. Bugün böyük bir qapı açılır. O qapının arxasında isə sizi gələcək gözləyir. O qapının arxasında dayanan uğurdur. Sizinlə addımlayan yol yoldaşının isə sağlam can, möhkəm iradə olmağını arzuluyuram. Yolunuz açıq olsun mənim əziz məzunlarım. Gürültülü alkışlayırıq, təşəkkürümüzü bildiririk İradə xanıma. Tədbirimiz davam edir. Deməli, biz 11-ciləri dəvət elədik. Amma 10 il sonra 11-ci sinifdə oxuyanları dəvət eləmədik. Yəni bizim mənim arxamda burada böyük dağ kimi dayanıblar. Tədbirimiz davam edir. Mən tədbirimizin bu məqamında İradə xanımda vurğuladığı kimi bizim burada qonaqlarımız var. 44 günlük vətən müharibəsində şəhid olan məktəbimizin məzunu Salahov Elvinin atası
Sabir müəllim buradadır. Alqışlarınızla Sabir müəllimin yanına dəvət edirəm. Və sözü Sabir müəllimə vermək istəyirəm. Xoş gəlmişsiniz. Hörmətli tədbirçiləri, bugünkü son zəngi demək olar ki, bütün balalar üçün, bütün övladlar üçün elə bir bayramdır. Onlar bu günləri müstəqillik yolumuzda, yəni gözəl addımlarla gələcəyə ilərləyirlər. Mən sizə gələcək arzularınızın içində olmağını arzu edirəm, vətəni sevməyi, vətənpərvər olmağınızı sizdən təvəqqə edirəm. Allah can sağlığı versin hamımıza, Allah sizləri qorusun. Sağ olun. Təşəkkürümüzü bildirir və istərdim sizin də təbrikinizi alardıq. Çox sağ olun, təşəkkür edirəm. Hamı bilir, məktəb mənim üçün çox əziz bir yerdir. Günümün demək olar ki, yarısı məktəbdə keçirdi. Səhər uşaqları gətirirdim, gün orta qabaqlarına gəlirdim. Ona görə çox da onun əziz yerdir. Mən 11-ciləri təbrik edirəm, yolları açıq olsun. İnşallah arzularına çatsınlar, istədikləri universitetə qəbul olsunlar. İnşallah. Çok sağ olun. Təşəkkürümüzü bildirir və vətən müharibəsi şəhidlərimizə Allahdan rəhmət diliyirik. Bizim tədbirimiz davam edir. Və mən bu məqamda arxamda gördüyünüz bax bu uşaqları, məzunlarımızı mən göndərəcəm içəri. Çünki birazdan burada gözləmədiyiniz performansı olacaq. Məncə alqışlarla məzunlarımızı biz göndərək içəri. Həmçinin birinci siniflərimiz də elə, məncə birinci siniflərimiz bu tərəfdə bir yerdə dayanıb baxa bilərlər. Amma məzunlarımız içəriyə doğru gedib hazırlaşa bilərlər. Az sonra onların performansları olacaq. Amma mən müəllimlərin arasında durub bir arzu tutacağım, sonra sözü verəcəm onlara. Bəli, siz də tuta bilərsiniz, narahat olmayın.
Bəli, bəli. İndi isə elə sizdən başlayaq, yoxsa sizdən başlayaq? Buyurun. Bugün ben hem necə deyərlər, şablon söz olmasın, hem sevinirəm. Sağ olun. Sevincim de iki katlı. Neye göre? Bugün benim 45 yıl bundan qabaq mezun olduğum sinif yoldaşlarım bura dəvət alıb. Öz istəkləri, arzularıyla dəvət alıblar. Və yəni mən də onların sırasında bir şagird olarak məktəbə mezun olmuşam. İkinci bir tərəfdən də bugün mezunlar yola salırıq. Artıq 45. mezunu yola salırıq. Sevinirəm, həqiqi sevincimi ifadə eləməyə söz tapmıram. Kədərim də sevinç qarışıq kədərdir. Əziz balalar, əziz valideynlər, hamınızı təbrik edirəm. Hamınızın uğurlarına sevinirik. Şəxsən mən sevinirəm, öz balamın uğurları kimi sevinirəm. Onların gələcəkləri parlaq olsun, yolları işıqlı olsun. Qucaq dolusu öpüşlər göndərirəm hamınıza. Teşekkürümüzü bildiririk. Ən birinci, öncəliklə hər birinizə, qonaqlara, tədbirdə iştirak edən müəllimlərə, valideynlərə, şəhid ailəsinə, qazimizə, hər birinizə xoş gəlmisiniz deyirik. Bugünkü gün üçün bizim yanımızda olduğunuz üçün hər birinizə təşəkkür edirik. Əziz məzunlar, bu günləri sizin üçün həm qürurlu, həm təsirli günlərdən biridir. Bugün çalınan zəng sizin üçün biliyin, məktəbin, körpəliyin son zəngi ola bilər, həm də son akordları ola bilər. Amma gələcəyinizin ilk zəngi olsun, uğurlu zəngi olsun. Hər birinizə gələcək yollarınızda uğurlar arzulayıram. Və inanıram ki, bu məktəbin hər dəhlizində, hər sinif otağında, hər kültürdə bucağında belə deyil, sizin səsinizi, sizin gülüşünüzü biz hər zaman xatırlayacağıq. Mən sinif otaqlarında hər birinizə aid öz fikirlərimi, uğurlarınızı, arzularımı bildirdim. Amma valideynlərinizin önündə də hər birinizə uğurlar arzulayıram. İnanıram ki, hər biriniz gələcək həyatda öz yerinizi, öz adınıza, sanınıza layiq tuta biləcəksiniz. Bundan sonraki həyat yollarında hər zaman səsiniz ali təhsil ocaqlarından, yüksək zirvələrdən, yüksək auditoriyalardan gəlsin. Hər zaman uğurlarınıza sevinək. Kədəriniz sizin uğurunuz olsun. Ona baxmayaraq yenə deyirəm, hər bir şagird məktəb partası arxasında sadəcə bilik deyil, insanlıq, şəxsiyyət, gələcəyə formalaşan bir insan kimi yetişir. Bu yolda sizə yenə deyirəm, hər kəs alim ola bilməz, hər kəs savadlı ola bilməz. Amma ona baxmayaraq, hər kəs insan kimi yetişə bilər. Mən inanıram ki, bizim məktəbin 11 il ərzində oxuduğumuz hər bir divarlarında, hər bir dərs otağında dərs deyən müəllimlər sizə yalnız insanlığı, ilk öncə insanlığı öyrədirlər. Mən buna inanıram, heç şübhəm də yoxdur. Yeni deyirəm, biz bir 38 komandası olaraq, 38 ailəsi olaraq hər zaman yanınızdayıq, kədərinizdə, xoşbəxtliyinizdə, uğurunuzda. İnşallah heç zaman kədər sizinlə olmasın. Teşekkürümüzü bildiririk müəllimələrə. Arşın malcı geldi. Gelin kızlar, gelin. Yollara gelin. Arşımal çımal göster, bir yere sal göster. Arşımal çımal göster, bir yere sal göster. Göster göster her ne var, kızlar bezenme ister. Göster göster her ne var, kızlar bezenme ister. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça konça. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça konça. Ondan bir paltarlık diktirsedim, oynardım ben duyunca duyunca. Ondan bir
Arşım alçım al göster, bir yere sal göster. Arşım alçım al göster, bir yere sal göster. Göster göster her ne var, kızlar bezenme ister. Göster göster her ne var, kızlar bezenme ister. Ah ne güzel parçadır güllerde goncadır, koy bezeyi konçadır konça konça. Ah ne güzel parçadır güllerde goncadır, koy bezeyi konçadır konça konça. Ondan bir parkarlık tiktirseydim, oynardım ben duyunca duyunca. 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 Gürültülü alqışlayırıq məzunlarımızı, əgər xoşunuza gəldi ki, bizə. Əla, bizim tədbirimiz devam edir. Bəli, təşəkkürümüzü bildiririk. Alqışlayırıq bütün məzunlarımızı, gürültülü alqışlayırıq. Tədbirimiz öz axarında devam edir. Mən bu məqamda, tədbirimizin bu məqamında təbrik üçün 11-cilərimizin neçə illik əziyyətini çəkən sinif rəhbərlərini bura dəvət eləmək istəyirəm. Alqışlarınızla sinif rəhbəri Ülviyə Əliyeva, Solmaz Güləliyeva, Mənsurə Kərimova və Ülfət Xan Kişiyeva söz verir. Tutu alqışlayırıq. 2 müəllimi bu yanıma alacağım, 2 müəllimi də sağ tərəfimə alacağım ki, sizin də ortanızda bir arzu tutun. Xoş gəlmişsiniz deyirəm. Salam hörmətli valideynlər, kollegalar, mənim gözəl, əziz məzunlarım. Bu il 4 sinif məzun olur. Bu 4 sinifin 4-4-ünə də mən dərs demişəm. Bunlardan ikisi ilə bugünə qədər davam etmişəm. Yəni A sinfi və K sinfi ilə 11-ci sinifə qədər yolumuz davam edib. Amma bunların içərisində mənə daha özəl, daha doğma sinif rəhbəri olduğum sinif var ki, o da 11-çiydi. Uşaqları heç birini ayırmıram, hər birinə yolunuz açıq olsun deyirəm. Şansınız bol olsun deyirəm. O gün olsun tələbə adını qazanasınız, sizi o uğurla təbrik edeyim. 11'lerin həqiqətən biraz həyəcan verici məqamdır. Özümə söz vermişdim ki, heyecanlanmayacağım, amma mümkün deyil.
Hər birinə demək istəyirəm ki, sizi sevirəm. Bir valideyn kimi, bir müəllim kimi nə vaxt köməyim lazım olsa, həmişə sizə kömək eləməyə hazıram. Valideynlərə də göz aydınlığı verirəm. Bunlar arzu edirəm, onların xeyrini görsünlər. Əziz 11'lər, 11-çi, sevirəm sizi. Değerli müəllimlərimizi, qonaqlarımızı, hər birini salamlayıram. 11-cilərin hər birini təbrik edirəm. Yeni yollarında onlara uğurlar arzulayıram. 11A sizi sevirəm. Hamını salamlayıram. Xoş gündə hamımızın yarışıqdır. Bütün 11'ləri son zəng münasibəti ilə təbrik edirəm. Başda 11C sinif olmaqla hamısını təbrik edirəm. Gəcəllərim mən. Sizi çox sevirəm. Valideynləri, müəllimləri, bütün 11'ləri hamınızı salamlayıram. Hamınıza uğurlar, açıq yol arzulayıram. Ən əsas da 11B siniflər. Hamınızı təbrik edirəm. Valideynlərin gözü aydın olsun. Hamısına uğurlar, müvəffəqiyyət arzulayıram. Teşekkürümüzü bildirip ve müəllimlərimizi bir gürültü almışlayırıq. Mənim solumda orada deməli bizim məzunlarımız var. Bir ordu dayanıb, indi gəlib onlar mənim arxamda dayanacaqlar. Bəli. Və Məncə arxamda duran bu ordunu İlham müəllim, mən bunları əskər kimi düzmüşəm. Düzmə eləmişəm. Bəli. Bir gürültülü alkışla İlham müəllimi. Alkışlayan müəllimlər desən alkışsız gəlmirlər səhnəyə. Xoş gəlmişsiniz deyirəm. Zəng günü münasibətilə sizə uğurlar arzulayıram. Yeni həyata qədəm qoyursunuz. Bu həyatda bitirəməyəsiniz. Xoşbəxt olasınız. Bütün arzularınızla məqsədinizə çatasınız. Valideynlərin, müəllimlərin məsuliyyətini itirməyəsiniz. Biz həmişə sizinləyik. Yəni bizi də həmişə xatırlayın. Müəllimlərin məsuliyyəti çox olur. Necə ki, mən öz müəllimlərimi, ibtidai sinif müəllimlərimi, orta sinif müəllimlərimi xatırlayıram, yad edirəm. Siz də elə unutmayın, müəllimləri unutmayın.
xahiş edirəm. Mən bugün sizləri gördüm, çox kövrəldim. Çünki ibtidai sinifdə gördüyüm uşaqlar deyilsiniz. Boya başa çatmışsınız, dəyişmişsiniz, kamilləşmişsiniz. Mən sizə uğurlar arzulayıram, valideynlərinizi də təbrik edirəm. Uşaqlarınızın xeyrini görəsiniz, arzularına çatsınlar bütün uşaqlar. Ali məktəblərə, istədikləri sənətə sahib olsunlar. Sağ olun, öpürəm sizi hamınızı. Mən də əziz müəllimlərimizi, valideynlərimizi və öğrenciləri təbrik edirəm. Hamınıza uğurlar arzulayıram uşaqlar. Sizi çox sevirəm. Mənim üçün də çətindir. Təşəkkürümüzü bildirir və ilk müəllimlərimizi bir gürültülü alqışla yola salırıq. Və mən yenidən sözü vermək istəyəm 11-ci sinifin gözəllərinə. Alqışlarınızla. Həmin təbrik edən balaları mən yanıma dəvət eləmək istəyirəm alqışlarınızla. Gürültülü alqışlarınızla birinci sinifləri yanıma dəvət eləmək istəyirəm. Təbriki olan balalarımız gəlsinlər mənim yanıma. Bəli, alqışlayan balalarımızı gəlin mənim yanıma. Bir tane el-ele. Bizim balalarımız sizin için çok güzel bir şey diyeceğim. Baxaq görək, çox xahiş edən məzunlarımızla tam sakit olan, tam sakit olan. Bəli, mən istədim adını təqdim edəyəsən və şeirimi səsləndirəsən. Deyir, mənim adım Sunaydır. Gedin yollarınızı buldunuz. Size işinden durazılar. Niye beni kövrek namusunuz? Yerimiz boşlanmır. Akıl düşman. Alkışlayalım babamızı. Sen alın beni. Sen hangi şiiri diyeceksen? Vətənə nur saçsın əhədlər. Qoy gəlsin qayalar, dağlar da bilə. İnanla, vüqarla addımlar biz sizin açdığınız cığırlar ilə. Evet, hızlı olmuştur. Sen adın nedir? Ailem biraz heyecanlıdır. Ama diyecek, gelsin benim yanıma. Ailem benim yanıma gel. Ben bir tane şiir diyeyim, ayrıca sen. Yəqin ki, hamı o şiiri bilir. Ay pipi qan xoruz. Məncə məzunlar bərabərdir. 3, 2, 1. Sən nə tezdən durursan, qışqırır, banlayırsan, koymursan yatmağa, ay müəllimdir. Səhər-səhər koymurdum bunları yatmağa, məni söyə-söyə gəlirdilər məşqə. Ailə bir dəstək olaraq, bəli, dəstək olaraq bu şeiri səsləndirdi. Ailin indi öz şeirini deyəcək bizim üçün. Ailin hələ də həyəcanlıdır, amma tədbirimizin gedişatında ola bilər ki, mən ailəni yenidən şeir dinlətmək üçün bura dəvət edeyim. Mən alqışlarınızla və birincilərimizi, müəllimlərimizin yanına göndəririk. Bizim tədbirimiz davam edir. Son zəngin öz adı var. Yəni, son zəngin vurulması. Mən bundan öncə sözü bizim 11-ci sinifin məzunları var ki, Evet, futbol komandası yığı düzülmüşsünüz. Mən məzunları yanıma dəvət etmək istəyirəm. Təbrik nitqi olan məzunlarımız oradadırlar. Digər məzunlarımız buradadırlar. Mən sözü bir-bir məzunlarımıza verəcəm. Onlar sizə öz təbrik nitqlərini səsləndirəcəklər. Məktəb həyatımız boyunca bizə yalnız fənlər öyrədilmədi. Biz burada dostluğu, hörməti və onların hər birini ürəkdən təbrik edirəm. 11-ci sinif buraxılış imtahanında
Drone. Bir seçin. Olanı. Ha? Olanı seçin. Bir seçin. Göstersek mi olur? Arzumanlı Salih. İştirak edərək Bakı birinciliyinə yüksəldilər və bununla da Respublika mərhələsinə vəsiqə qazandılar. Məktəbin şagirdləri Əsgərov Əlikan. Sertifikat kim teyit edecek? İbişov Amir. Fethullahzade Ayhan. Təlim tərbiyəsində göstərdiyi səmərəli fəaliyyətlər, onların uğurlu məzun olmalarında göstərdiyi əzmkarlığa, məsuliyyətinə və fədakar əməyinə görə təltif oldu. Tankişiyeva Ülfət. Kərimova Mənsurə. Gülaviyeva Solmaz. Eliyeva Ülviyə. Bir de bütün uğurların sakin, sessiz izleyen tarafı var. O da iptidai sinif müəllimləridir. İllər əvvəl bəlkə də çox böyük zəhmət çəkən, əziyyət çəkən ama iller keçdikdən sonra mənim şagirdlərimin sözü sakin deyən ama gürurla deyən, hətta onlarla birlikte sevinən, kövrələn müəllimlər var. Bugün onlara da ürəkdən təşəkkür edirəm. Rəşidova Aysel. İptidai sinif müəllimlərin şagirdlərin fədakar əməyə görə. Zeynova Məlahət. Bizim məktəbimizin hal-hazırda müəllimi olmayan, lakin şagirdlər tərəfindən eşitdiyimə görə çox sevilən, şagirdlər üzərində çox böyük əməyi olan Allahverdiyeva Sevda. İndi ise sonuncu sözüm üzümü valideynlərə tutub deyirəm. 11 il önce, bundan önce balaca əllərini məktəbin müəllimlərinə əmanət etdiyiniz o övladları bugün biz sizə əmanət edirik. Bizim övladlarımıza çox yaxşı baxın. Bəli. Son dəqiq çalınmaqlar doğru. 10 saniyə vaxt gedir. Ele bir imkan olaydı ellekin, kaytaraydım geri
bəbilləri Zəng çaldı, bizi bizdən ayırıb aldı. Beləcə xatirələr qaldı, o sinif otaqlarında.